Bakıda Heydər Əliyev Fondunun tərəfdaşlığı, Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə davam edən Bakı Yaradıcı Həftəsi 2025 çərçivəsində Qadınların Yaradıcı Forumu təşkil olunub. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Bəhreyn və Özbəkistandan olan qadın liderlər və sahibkarlar iştirak edərək yaradıcı sənayelərdə qadınların rolunu müzakirə edib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Aidiyə İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib. İslam Əməkdaşlıq Təşkilatının Qadınların İnkişafı Təşkilatının baş direktoru Afnan Al-Şuaybi, Kadem Vəqfi Qəyyumlar Şurasının sədri Sümeyyə Erdoğan Bayraktar və Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış ediblər. Çıxışlarda qadın yaradıcılığının və mədəni diplomatiyanın əhəmiyyəti vurğulanıb. İpek Yolu güzergahı üzerindeki ülkelerin Avrupa pazarında tanıtımını ve kültürel mirasının korunması için projeler geliştiriyoruz. Bölgedeki bakanlıklar ve sivil toplum kuruluşları ve özel sektörle birlikte. Azerbaycan'ın hem kendi kültürünü hem bölgedeki toplu kültürün dünyaya daha çok tanıtılması için uluslararası arenada işbirlikleri geliştirmek elbette çok faydalı olacak. Sadece üretimle değil, hizmet alanında da yaratıcı endüstrilerde kadınlar oldukça yüksek etkiye sahip, liderlik pozisyonunda olanlar var. Ama tüm kadınlarda olduğu gibi temelde iş hayatında kadın oranının düşüklüğü bütün sektörlere yansıyor. Amacımız zaten her alanda kadınların daha çok iş hayatında yer alması. El birliğiyle bunu birlikte başarabiliriz. Ortak çalışma modellerini konuşabiliriz. Tədbirin bədii hissəsində Torpağın Səsi platformasının Zaman dairəsini tərk et, sevgi dairəsinə daxil ol adlı rəqəmsal performansı təqdim olunub. Forum qadınların yaradıcı iqtisadiyyatdakı rolunun gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi çağırışı ilə yekunlaşıb.